bəzi vaxtlar bir günahı olur, bir səhvi olur. Bir ömür deyir, amma elə bir düz edir. O insanı aparır üçün. Elə bilir qabağa gedir. O bir dənə maniyə. O günahlarınızı tapın. Mən bir hədis çıxmışdı qabağıma. Birdən belki bir günah yadına düşür. 20 il bundan qabaq elədiyin günah. Ya Allahın lütfüdür. Tövbə etdirmək istəyirsən. Oturduğun bir günah yadına düşdü. 20 il bundan qabaq kimsə pəncərəsini vurub sındırmısan. Uşaqlıqda. Yadıma birdən düşdü. Ona Allah niyə eyirdi? Tövbə edin. Gedin səcdəyə Allah'a deyin, la nədir bizi büdürədən? Bəlkə elə bir günah eləmiş xəbərimiz yoxdur. Bəzi vaxt Allah bir yuxu ilə kömək edir. Mən olub belə bir insanlar görmüşəm, pak bir insanlardır. Allah yuxu ilə ona kömək edir. Mənəvi insandır. Kömək edib ki, sən məsələn bunu düz eləmirsən. O da Allahın məqamıdır, o Allah qatında bir mənəvi dəyəridir onun ki, Allah onu işarə edib. Üstünlüyüdür vallah. Ona görə ola bilər bir günahınız var ki, o tutub bütün əlinizi, ayağınızı zəncirləyib qoymur ki, namazı qalxmağa.